Bu qonaqlıq, hazırlıq tələb eləyir. Bu 2 ay Allah rəhməti, öz rəhməti ilə bizə müəyyən edib ki, biz o görüşə, o ziyafətə hazırlaşaq. Bu çox mühüm aylardır. Mən desəm Rəcəb ayının adını bir cümlə ilə necə ifadə eləmək olar? Hansısı bir ifadə ilə Rəcəb ayı haqqında danışmaq olar? Deyə bilərəm ki, Rəcəb ayı ümid ayıdır. Rəcəb ayının xüsusiyyəti budur ki, Rəcəb ayı ümid ayıdır. Bu ay dua ayıdır. Dua nə deməkdir? Dua budur ki, yəni insan ümid edir dəyişilsin nəsə. Duanın içində ümid var deyə dua qiymətlidir. O ki, Allah buyurur Quranda, "Ud'uni əstəcib ləkum." Dua edin, məni çağırın ki, mən cavab verəcəm. Yəni, mənə ümidli olun, nikbin olun, pozitiv olun. Həmişə işıqlı nöqtə axtarın. Yalançı ümid yox.